Arkadaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə fonetika bölməsi ilə bağlı ən çox toxunula biləcək məqamları bir araya yığaraq suallar hazırlamışam. Cəmi 5 dənə sualdır, amma 5 dənə sualda demək olar ki, bütün məqamlara toxunulub. Ona görə də videonun sonuna qədər izləyin ki, sizin üçün faydası olsun. Vaxt itirmədən keçək izahlara. Birinci sual. Ahəng qanununa tabe olmayan sözlərdən birində açıq, dodaqlanan, incə, qapalı sait var. Baxıram A bəndinə. Qapalı sait yoxdur. Çıxıram. Qumbaralı. Ahəng qanununa tabedir. C bəndində ahəng qanununa tabe deyil, ödəyir. Açıq, A açıqdır, ödəyir. Dodaqlanan, hamısı dodaqlanandır, ödəyir. İncə, Ü, İ incədir, ödəyir. Qapalı sait var. Qapalı sait demək I, I, U, Ü saitləri qapalı saitləri idi. Bunu necə yadda saxlayırdıq? Elə qapalı sözünün kökündəki L şəkilçisi var ha. 4 cür yazılan şəkilçidir. L, li, lu, lü. Elə oradakı saitləri götürürəm. I, I, U, Ü saitlərini götürürəm, olur qapalı saitlər. Demək nə oldu? C bəndi şərtimiz ödədi. Amöbdən burada qapalı sait yoxdur. E bəndində də qapalı sait yoxdur. Keçək növbəti sualımıza. Deyir, məqsədli insan uğur qazanacaq. Cümləsi ilə bağlı uyğunsuzluğu, bax, şərti oxuyanda həmişə diqqətlə oxuyun. Uyğunsuzluğu istəyir bizdən. Uyğunsuzluğu müəyyən edin. Cümlədə yalnız qalın, dodaqlanmayan saitdən ibarət söz var. Bax, yalnız qalın, qazanacaq sözü. Yalnız qalın, dodaqlanmayan saitdən ibarət sözdür. A bəndi şərtimi ödəyir. B bəndində deyilişi və yazılışı arasında iki fərqli məqam olan sözdə ahəng qanunu gözlənilir. Burada deyilişi və yazılışı arasında iki fərqli məqam olan söz yoxdur. Məqsədli sözü məqsədi formasına tələffüz olunur. Məqsəddi. Demək 1, 2, 3 dənə burada nə var? Fərqli məqam var da. Ona görə burada B bəndi şərtimi ödəyir. Burada C bənd də şərtimi ödəyəcək. 2 dənə cavab var. Mən redaktə eləməmişəm. Abituriyentlər işlədəndə biraz tələskənlik oldu. Redaktə eləmədim. Elə tez bazar işlətdiyi abituriyentlərə. Baxaq. Demək burada C də olacaq. Deyir, cümlədə eyni hərflərin eyni səsi ifadə etdiyi cəmi bir söz var. Eyni hərflərin eyni səsi ifadə etdiyi o deməkdir ki, deyilişi və yazılışı fərqlənən olmasın. Bax, insan. İnsan. Bir söz yoxdur, ha, iki söz var. Uğur sözü də. Bax, eyni hərflərdir. Eyni səsi ifadə etdiyi, eyni səsi ifadə edib də, cəmi bir söz yox, iki söz var. Aydındır. Bax, ona görə C bəndə şərtimi ödəyir, ha. Baxıram D bəndinə. Ahəng qanununa tabe olan 3 söz var və bu sözlərdən cəmi ikisinin tələffüzü fərqlidir. Ahəng qanununa tabe olan 3 söz var. Baxıram, məqsədli, uğur, qazanacaq sözləri ahəng qanununa tabedir və bunların ikisinin tələffüzü fərqlənir. Yəni, qazanacaq və uğur sözləri. Demək, bunların ikisinin deyiliş və yazılışı fərqlənir. Sonra, ahəng qanununa tabe olan sözlərin birində cingitli samit kar samitlərdən çoxdur. Ahəng qanuna tabe olan sözlərdən birində. Elə qazanacaq sözündə. Tələffüzü necədir? Qazanacaq formasına tələffüz olunur. Cingitli samit kar samitlərdən çoxdur. Bax, 1, 2, 3, 4 dənə. Cingitli samitimiz var, bir dənə də kar samitimiz var. Demək, cingitli samit kar samitdən çox oldu. Uyğunluğu müəyyən edin. Eyni hərf müxtəlif səsləri ifadə edib. Burada da deyir ki, eyni səs demək, müxtəlif hərflərlə ifadə olunub. Bu nə deməkdir? Taxta sözü necə tələffüz olunur? Bax. Taxda. Eyni hərfdir, müxtəlif səsləri ifadə elədi.
Bax, yadda saxlayın ha. Eyni hərfin müxtəlif səsi ifadə etmək necə olur? Yazılışda eyni hərf var, müxtəlif də səsi ifadə edir. Biri götürdüm. Addım, deyilişi və yazılışı eynidir. Burada eyni hərflər ilə eyni səsləri də ifadə edir. İki şərtimiz ödəməz. Qonaqcanlı sözü qonaqcanlı formasında tələffüz olunur. İki dənə samit, yəni eyni samit müxtəlif hərfləri ifadə edir. Həmçinin də eyni samitlər, qoşanlı samitidir. Eyni samitlər müxtəlif, daha doğrusu eyni səslər müxtəlif hərflərlə ifadə olunur. Ha, bu da var. Demək 3-ü də götürürəm. Cavab olar D bəndi. Bu tərəfə baxaq. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Narlar sözü necə tələffüz olunur? Nar, narlar. Eyni səs müxtəlif hərflərlə ifadə olunub. Onda biz səsə baxırıq. Eyni səslərdir, qoşar r, müxtəlif hərflərlə. Bir dənə r, bir dənə də l hərfi ilə ifadə olundu. 4 də mənim şərtim ödədi. Aydındır? Sonra 5-də elə bir şey yoxdur. Tələffüzü maksimum B olur. Ə uzanar. Mütəkkə sözündə isə mütəkkə sözündə isə müxtəlif hərflər eyni, daha doğrusu müxtəlif səslər eyni hərflərlə ifadə olunub. Bizdən deyir ki, eyni səs müxtəlif hərflərlə ifadə olunsun. Bu da o da şərtimizi ödənməz. 4. Mətbəəçilik sözünün fonetik tərkibi ilə bağlı verilmiş variantlardan biri doğru və yanlış olmaq baxımından fərqlidir. Bu nə deməkdir? Yəni, burada 4 dənə variant doğrudur, biri səhvdir. Və yaxud da 4 dənəsi səhvdir, biri doğrudur. Belə. İndi baxırıq nəyə? Sözdə 4 sait səs işlənmişdir. Mətbəəçilik sözündə sözündə 4 sait səs işlənib. 1, 2, 3, 4 dənə sait səs işləndi. Bu doğrudur. Kar və cingitli samitlərin sayı bərabərdir. 1, 2, 3 dənə cingitli samitim var. 1, 2, 3 dənə də kar samitim var. Bərabərdir. 2 dənə doğrudursa, avtomatik biz bilməliyik ki, biz yanlışı tapacaq. 4 hecalı sözdür. Baxıram, 1, 2, 3, 4. Amma belə düşünürsünüzsə, səhv düşünürsünüz. Biz demişik ki, sözün hecası yazılışa əsasən tapılır. Baxın, yazılışda nə qədər sait var? 1, 2, 3, 4, 5 dənə sait var. Demək, 5 dənə də heca var. Bunu mütləq yadda saxlayın. Demək, heca sözün yazılışına əsasən aparılır. Tələffüzünə əsasən yox ha. Sonra, kar cingitli samit cütlüyü işlənməyib. Burada yoxdur kar cingitli samit cütlüyü. T-la B-ya kar cingitli samit cütlüyü deyirsənsə, əfsuslar. Çünki biz demişik ki, kar cingitli samit o deməkdir ki, burada T kar samiti varsa, burada da bir dənə D olmalıdır. Və yaxud da burada B varsa, bir dənə P olmalıdır. Yəni, kar samit olmalıdır, onun cingitli qarşılığı da olmalıdır. Ona görə bu da şərtimizi ödəyir. Açıq saitlərin sayı kar samitlərin sayından azdır. Kar sait demirəm, ha, samit deyirəm. Açıq saitlərin sayı 1, bunu silək bir dənə. 1, 2, 2 dənə açıq saitim var. Kar samitlərin sayından. Kar samitlər 1, 2, 3. Kar samitlərin sayından azdır. 2 dənə açıq saitim var. 3 dənə də kar samitim var. Demək, bu da şərtimizi ödədi. Cavab olar C bəndi. Kar cingitli samit cütlüyü işlənmiş sözdə kar samitlərin sayı cingitli samitlərin sayından çoxdur və qalın, qapalı sait işlənmişdir. Kar cingitli samit cütlüyü işlənmiş sözdə. Bura qədər baxıram. Saxtakar. Saxta sözü saxta formasında olur, saxtakar olur. Saxtakar. Kar şəkilçisi sözü artırılanda kar, gar kimi tələffüz olunmur. Məsələn, sənətkar, sənətkar olmur. Elə olduğu kimi tələffüz olunacaq, yazıldığı kimi tələffüz olunacaq. Burada baxırıq nəyə?
Saxtakar. Burada kar cingitli samit cütlüyü işlənmiş sözdür. Burada kar cingitli samit cütlüyü işlənməyib. Ona görə şərtimiz ödəməz. Taxtalar. Taxda. Bax. Taxdalar. Kar samit var. Cingitli samit var. Kar samit və onun cingitli qarşılığı. Cingitli samit və onun kar qarşılığı. Bax, kar cingitli samit cütlüyü bu deməkdir. Ha, kar samit işlənsin, onun cingitli qarşılığı da işlənsin. Yoxsa sən burada x ilə d-ya kar cingitli samit cütlüyü deyə bilməzsən. Nə deyir? Kar cingitli samit cütlüyü işlənmiş sözdə işlənib. Kar samitlərin sayı 1, 2, cingitli samitlərin sayından çoxdur. Bu səhvdir, ödəmir. Çünki cingitli samitlər kar samitlərdən çoxdur. Bizdən isə soruşur ki, kar samitlər cingitli samitlərdən çox olsun. Humanistlər sözündə necə tələffüz olunur? Humanistlər. Burada da t düşür. Demişik ki, s-tı, f-tı, x-tı, ş-tı hərf birləşməsindən sonra gələn demək samitlə başlanan söz və şəkilci gələrsə, orada t düşür ha. Burada da düşdü bax. Humanistlər. Burada baxaq. Kar cingitli samit cütlüyü var burada. Mən görmürəm. Bu da ona görə şərtimizi ödəməz. Əlavə olaraq da qalın, qapalı sait var. Qalın sait, qapalı sait də var. Amma kar cingitli samit cütlüyü işlənməyib də. Ona görə bu da şərtimizi ödəməz. Hakimiyyətlər sözündə hakimiyyətlər, hakimiyyətlər hakimiyyət. Bax burada nə olur? Kar cingitli samit cütlüyü var. T və d samitləri. Qalın saitdə var. Qapalı saitdə var. Amma bizə deyir ki, kar samitlərin sayı cingitli samitlərin sayından çox olsun. 1, 2, 3 kar samitdir. 1, 2, 3, 4 dənə də cingitli samitdir. Bu da şərtimizi ödəmədi. Aydındır. Baxıram E bəndinə. Elə cavab E bəndi olacaq. Niyə? Kar, baxaq tələffüzünə, sazdıq. Kar cingitli samit cütlüyü işlənib. T və d. Kar samitlərin sayı cingitli samitlərin sayından çoxdur. 1, 2, 3, 4 dənə kar samit var, 2 dənə cingitli samit var. Bu da ödədir. Və qalın, qapalı sait işlənmişdir. Bu mənim qalın saitim, elə bu I da mənim qapalı saitim. Belə, yoldaşlar, özünüzə yaxşı baxın, növbəti paylaşımlarda görüşərik.